Hansı cümlədə ismi birləşmə işlədilməmişdir? Deməli, baxacağıq. Ətrafıma nəzər salıb yoldaşlarımın birindən soruşdum. Deməli, burada yoldaşlarımın birindən ismi birləşmədir. Deməli, A bəndində işlədilib. Hər tərəfdən buxar kütlələri bizə tərəf gəlirdi. Hər tərəf ismi birləşmədir. Buxar kütlələri ismi birləşmədir. Deməli, burada da işlənib. Alimləri yanına çağırıb məclis düzəltmişdi. Burada çağırıb fiili bağlamadır. Özündən əvvəlki sözləri də ona tabe edərək fiili bağlama tərkibi işlənir. Bu da fiili birləşmədir. İsmi birləşmə deyil. Və bu cümlədə ismi birləşmə biz görə bilmirik. Əflatunun bu söhbəti padşaha çox xoş gəldi. Əflatunun bu söhbəti ismi birləşmədir. İşlənib. Nərman orta boylu, səmimi, mehriban bir insan idi. Orta boylu ismi birləşmədir. Mehriban bir insan idi. İsmi birləşmədir. Deməli, burada da ismi birləşmə işlədilib. İşlədilməyən variant isə C bəndi olacaq. Dünənki iclasda deyilənlər şübhəsiz ki, hamını ciddi düşündürdü. Cümləsi üçün xarakterik deyil. Güman şübhə bildirən modal söz işlənib. Burada şübhəsiz ki, modal sözdür. Amma güman şübhə bildirmir, təsdiq bildirir, dəqiqlik bildirir. Cavabımız əslində artıq bəllidir. Digərlərinə də baxaq. Təsriflənən fiil quruluşca düzəltmədir və keçmiş zamandadır. Deməli, təsriflənən fiil düşündürdü sözüdür. Burada da düşünmək sözün kökü, düşünməkdən düşündürmək, düydə keçmiş zaman şəkilçisi. Deməli, quruluşca düzəltmədir, düzdür, keçmiş zamandadır. Bu da doğru oldu. Fiili sifət tərkib əmələ gətirmişdir. Deyilən fiili sifətdir. İclasda deyilənlər dünənkidə iclasa aiddir və bütövlükdə dünənki iclasda deyilənlər hamısı birlikdə fiili sifət tərkibi olur. Deməli, bu da doğrudur. Nümunədə həm zərf, həm də sifət işlənmişdir. Dünənki sözü sifətdir. Ciddi düşündürdü. Burada da zərf kimi işlənib. Deməli, bu da doğrudur. Cümlədə qeyri-müəyyən əvəzlik işlənib. Hamının sözü qeyri-müəyyən əvəzlikdir. Bu da doğrudur. Deməli, xarakterik olmayan cavab A bəndi olacaq. Əsas tərəfi isim olmayan ismi birləşmələri müəyyən edin. Səməninin cücərməsi bu məsdərdir. Yəni isim deyil. Dünən alınan fiili birləşmədir, ismi birləşmə deyil. Sabah qaydanda bu da fiili birləşmədir. Bizdən ismi birləşmələri istəyir deyə A bəndi getdi. Uyğun olmayacaq. Hamıdan uca ismi birləşmədir. Uca sifətdir. Dağlardan böyük. Bu da ismi birləşmədir. İkinci tərəf, yəni əsas tərəf sifətdir. Gözəllər gözəli bu da sifətlə ifadə olunub ikinci tərəfi. Deməli, cavabımız B bəndi olacaq. Gizli sir isimlə ifadə olunub. Müdrik qoca sifətdir. Beşinci məsləhət bu da isimdir. Deməli, bu da şərtimizə uyğun olmadı. Onun oxumağı məsdərlə ifadə olunubdur ikinci tərəf, amma ismi birləşmədir. Fərhadın iztirabı, iztirab isimdir. Zəhmətkeş kəndlilər, bu da isimdir. Deməli, bu da şərtimizi ödəmir. Cəsarətlə atılan fiili birləşmədir. İndi qaçmaq fiili birləşmədir. Və tez gələndə yenə fiili birləşmədir. Bu da şərt ödəmir. Deməli, doğru cavab B bəndi olacaq.